Salam, sabahınız xeyir olsun, değerli izləyicilər. Xoş gördük hər birinizi. Günortaya sarıdır biraz, hər vaxtınız xeyir olsun. Leço pişirmişdim, mən də istədim leçoyu sizinlə bölüşəm. Leçolar cürbəcürdür, reseptləri yəni. Əsl leçonun resepti budur. İstədim onu mən də sizinlə paylaşam. Burada bu leçonun resepti nətərdir? 2 kilo kırmızı biber, 2 kilo yaşıl biber ancaq şirinindən. 2 kilo kök, 2 kilo soğan, 4 kilo pomidor, bir armudu stəkanından bir pesok, duzunu da normal vəziyyətdə, 2 dolu xörək qaşığı lap axırda, tamam axıra çatanda, pişəndən sonra. Uqsuz, bu bunun bir porsiyasının reseptidir. Bunu istəyirsiniz 2 porsiya eləyin, istəyirsiniz porsiya yarım eləyin, ya bir porsiya eləyin, ya biraz artıq eləyin. Onda məsələn bir porsiyadan artıq olanda, yarım olanda 3 kilo 3 kilo olur. Porsiya yarım. Porsiyadan biraz artıq olanda kilo ilə vəzəndə məsələn 2 kilo yarım 2 kilo yarım eləmək lazımdır. Onda pomidor 5 kilo 6 kilo belə tökməliyik ki, yəni porsiya yarıma 6 kilo gedir. Mənim də ərzaqlarım çox idi. Böyük qazanda pişirmişəm. Burada məndə porsiya yarımdan da biraz artıqdır. Məsələn, 3 kilodan artıq bir dənə, 2 dənə əlavə artıq soğandır, kök də onun kimi, biberlər də onun kimi. Hərəsindən porsiya yarımdan biraz artıqdır. Ona görə mən bu qazanda pişirdim bunu. Bunun da biraz işi çətindir. Amma mən bunu asanlaşdırmışam. Bunu həmişə qoydum, soğanı tavada kızardırdım, bir aş üzerine yığırdım, yağ altındaki hansı kazanda pişirsəmsə ona süzülürdü. Sonra o yağdan istəyirdim, buna da tökərsən. Sonra dalınla kökü, biberləri lap axırda qazana tökəndə pomidorun soğuk doğruyurdum. İndi elə eləmədim, o biraz vaxt aparır, qızart yığ. Eləcə qoydum qazanla, elə hansı qazanda pişirirəmsə, böyük qazanda ərzaqlar çox olduğuna görə lap məclis qazandı bu. Soğanını töktüm, qovurdum. Soğan biraz qovurulandan sonra dalınla kökünü töktüm. Onun dalınla da biraz qovurulanda biberləri, lap axırda da pomidoru. Bu boyda ərzaqlara mən 2 armudu stəkandan bir pesok tökmüşəm. Duzunu da normal eləmişəm. 4 xörək qaşığı ya da ki 5 xörək qaşığı tamam pişib axıra çatanda da uqsuz bir gəzdirirsən belə. Sonra bu tamam birbirine bak belə karıştırandan sonra da kaynar sterilli olmuş bankalara yığıram. Bankaları qaynatmağa ehtiyac yoxdur. Bunu has yağla pişirdim. Bu yağ belə qarğıdalı yağıdır. 1 litr yağ bu boyda ərzaqları qızartdı da hələ bax belə yağı da çox gözəldir, normal vəziyyətdə. Bu qarğıdalı yağdır. Günə baxan yağı tökmədim. Bu 1 litre idi, elə o ölçü kimi bunun da var idi, bunu töktüm. Dedim görüm ne kadar gidiyor, 1 litre gidiyor, o dedim elə yalandan biraz bulan şey qalır, elə belə dibinə yığılandı, damcı şeydi. Bax bu 1 litre ərzaqları 1 litre yağ tamam pişirdi, qarğıdalı yağdır. Günə baxanla pişirirdim, indi o litre idi ölçü kimi, onu töktüm. Az lap axırda da tamam bildim ki bu yağ buna bəs ne yağı quru olmasın, ne yağı çox olmasın. Pesok da o yani bəs eləyir, şirin, çox şirin də olmur. Normal vəziyyətdə də leçoya biraz pesok qatanda o leçonun tərkibində mütləq olmalıdır. Uqsuz da buna mütləqdir ki, onu elə bir qazını köpünü yatızdırmaq üçün. Hazırlamaq istəyən hər kəsə də nuş olsun. Göz haqqınızı da halal eləyin. Yeniden görüşmək ümidiylə sağ olun, sağlıqla qalın.